Bir günlerin bir günü elə bir dönəmimdir ki, deyir, gün ərzində boş saatım yoxdur. O universitetdən, o institutdan, o idarəyə, daha məntəqədə harda tədbir var, qonşu şəhərlər, qonşu rayonlar, harda elmi konferanslar var, harda dini konferans, hər nə var Əllamə Məhdi bunların başındadır. Deyir, mənim gün ərzində boş vaxtım olmur. Təbrizdə deyir, böyük bir konferans keçirilir. Mən də dəvət edib labra bir elmi nəzəriyyə söyləyəcəyəm. Gəldim, girdim ki, növbəm çatsın. Bir dənə deyir, kəndçi baba gəldi, yaxınlaşdı mənə. Üstündən başından məlum oldu ki, bir kənd adamıdır. Çox sadə, köynə bir geyimdə gəldi, yaxınlaşdı mənə. Hacı ağa, selamun aleyküm, dedim, aleykümüsselam. Bir əimmədən, imamlarımızdan hansınınsa mövludu idimi, ya şəhadəti idimi, mənim yadımda deyil, Hacı ağa deyirdi mənim. Bir dedi ki, Hacı ağa, məsələn də İmam Cavad əleyhissalamın şəhadətidir. Onlar gələsən, 10 dəqiqədə bizdə İmam Cavaddan danışasan, istəyirəm evdə İmam Cavad süfrəsi açam. Deyir, dedim ki, əmi qoy baxın. Çıxartdım deyir bloknotumu, gördüm mən bütün günüm uzaq. Vaxt yoxdur ki. Deyir, dedim, axı mənim vaxtım yoxdur. Dedi ki, Hacı ağa, mən əvvəldən qeyd elədim axı. Yəni 10 dəqiqə sən gəlib bizdə danışa bilmərsən. Deyir, dedim, yox, danışa bilmərəm, üzülürsən. Deyir, dedi, danışa bilmərsən, nə olar, çox sağ. Getdi, oturdu. Deyir, gəldim, çıxdım, özü danışır ha. Deyir, gəldim, çıxdım tribunaya. Bir dənə ayə danışıb, oxuyacağım, ayənin barəsində danışacağım. Məsəldən, məsəl. Və cəalna min beynə əydihim səddən və min xəlfihim səddə fəğşəynahum fəhum la yubsirun. Məsələn, Yasindən bir dənə ayə. Deyir, çıxdım tribunaya. Bismillahirrahmanirrahim. Allah-u Teala Yasin suresində buyurur və cəalna. Ayə çıxdı. Və cəalna. Bir neçə dəfə təkrar elədim, ayə düşmədi. Deyir, o qoca kişi aşağıdan dedi, min beyni əydihim sədda və min xəlfihim sədda fəğşəynahum fəhum la yubsirun. Deyir, bildim bu ayənin yadımdan çıxmasında, o kişinin ayəni yadıma salmasında Allah'ın bir şilləsi var idi ki, Əllamə Cəfər özünü yığışdır ha. Sen bugün kimi üçünsə Əllamə Cəfəri ola bilərsən, İmam Cavad üçün ki, Əllamə Cəfəri deyilsən. Nökərsən sen bu qapıda. Və bu qapıda nökər olmuşsan deyə Əllamə olmuşsan. Sənə kim deyir ki, o məzlumun qəlbin küstürəsən üzündən?